Herkese salam. Bugün 5 aprel buraxılış imtahanına düşən suallardan, yəni niyə səhv olduqlarını sizə əsaslandıracağam. Deyir ki, baxın bu bizə DİM 9-cu sinif riyaziyyat test toplusunda təqdim olunmuş sualdır və bu da DİM buraxılış imtahanına 5 aprel düşmüş sualdır. İndi bunlar arasındakı fərqi izah edəcəm və deyəcəm ki, burada niyə şərt əksikdir və niyə sual tam doğru hesab olunmur. Deyir ki, düz xəttli yol boyunca 85 ağac əkilib. Hər qonşu 2 ağac arasındakı məsafə bərabərdir. Bunlara x dedik. Bu tamamıdır. A və C ağaclar arasındakı məsafənin C və B ağaclar arasındakı məsafə nisbəti 3/4-dədir. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır? Hamı belə eləmişdi ki, 85 ağac varsa, deməli məsafə 84-dür və 3x, 4x, 7x-i 84 götürüb x-i 12 tapmışdılar və buradan, məsələn, bura bir C ağacı demişdilər və AC arasındakı məsafənin 36 deyib, C-nin 37-ci ağac olduqlarını demişlər. Amma bu həll səhvdir. İndi gəlin doğru şərti olan məsələyə baxaq və deyək ki, bu niyə səhv şərtlidir? Baxın, burada da deyir ki, 99 ağac əkilib. Hər qonşu 2 ağac arasındakı məsafələr bərabərdir. Baxın, burada bizə deyir ki, A birinci, B sonuncu ağacdır. Amma mən burada nə bilə bilərəm ki, A birincidir, B sonuncudur. Bəlkə burada hər hansı bir məsafədən söhbət gedir. Yəni, ona görə bu səhvdir. Bu birinci, bu sonuncu olduğunu deməli idi ki, biz tam olaraq digər bayaq göstərdiyim həllə həll edə bilək. Yəni, bu hər hansı bir məsafə ola bilər ki, bunların arasındakı məsafə 84 sm olmasın. Yəni, ona görə bu sualda səhvlik var. Hətta burada C ağacında vermişdik. Biz burada C ağacının mövqeyini belə bilmirik. Yəni, ona görə baxın, belə bir sual, belə bir şərtli sual verilsəydi, məsələ tam doğru olardı. Amma bu şərtdə tamamilə səhvlik var ki, yəni bunu biz riyazi olaraq hesablamağımız doğru olmaz. 79-cu sual onsuz özlərdə qəbul etdi, amma heç də doğru olmayan bir açıqlama verdilər ki, bizim əsas məqsədimiz oxşarlıq idi. Yəni, belə bir fiqur mövcud deyilsə, siz necə oxşarlığı şagirdlərdən tələb edə bilərsiniz? Nəysə, baxın, tənbələn çəkək. Alfa, alfa, alfa. Hamı belə həll eləmişdi. 7, 28. Bu diagonal onsuz düstur var idi ki, diagonalın kvadratı AB-dən diagonal 14 çıxırdı. İndi 14-dür. Burada da bunlar da bərabərdir. Bura beta dendi, beta çıxırdı, 14 çıxırdı. İndi baxın, burada 7-dir. Bərabər yanında axı. Belə bir üçbucaq var mıdır? Bu iki üçbucaq da mövcud deyil. Üçbucaq bərabərsizliyinə əsasən 0 ilə 14 arasında yerləşməlidir. Və bu necə 14 ola bilər? Və yaxud burada da 0 ilə 28 arasında yerləşməli tərəfin qiyməti. Belə bir fiqur mövcud deyil. Yəni, özlərinin səhvini boyuna almaq əvəzinə, yəni deyirlər ki, biz oxşarlığı istəyirdik. Yəni, olmayan bir fiqurdan necə oxşarlıq tələb edə bilərsiniz? Doğru fiqur salıb tələb edə bilərdiniz. Bu sual çoxunun diqqətini çəkməyib, çünki çox da ciddi bir səhv yoxdur. Amma baxın, bu işarə var, bu bölmə işarəsi deməkdir. Çoxluqlarda fərq işarəsi bu şəkildə olmalıdır. Bu şəkildə olmalıdır. Yəni, heç kəs belə nəzərə almamışdı, amma baxın, işarəni tərsinə qoyulub. Elə bil ki, baxın, bu işarələr fərqlidir. Yəni, burada lap da ciddi səhv yoxdur, amma yəni, doğru da deyildi, yəni o işarəni qoyulmaqları. Nəysə, onu çox da böyük bir səhv kimi götürmürük. 80-ə baxırıq ki, 80-ci sualda yenə hər kəs həll etmişdi, amma həldə yenidən problem var ki, baxın, ilk öncə sizə deyim ki, çoxhəllinin hər hansı bir vurğunu tapdıqsa, həmin vurğun kökü, yəni onu sıfıra çevirən qiymət, bu çoxhədləri də sıfıra çevirməlidir, doğrudurmu? İndi gəlin baxaq. Baxın, bura S2 deyib, yəni ümumi sahə S2-dir. Bura S1-dir. Məsələn, mən bura bir S3 deyirəm. S3-ü tapmaq üçün nə vararam? Ümumi sahədən S1-i çıxaram. İndi bunları çıxsaq, x kublar gedəcək, qalacaq x kvadratı, çıxaq 4x üstəcək 4. Burada x çıxaq 2-nin kvadratını verir. Hər kəs belə həlləmiş. Bura x çıxaq 2-dir də, bax, buradan çıxır. Deməli, buradan m-i də x çıxaq 2 tapmışdı. Tərəf də müsbət olmalıdır deyə x minimum 3 çıxmışdı, düzdür? Hər kəs də belə yazmışdı.
m budur, x minimum 3-dür. Amma heç kəs gətirib bu ikini bura qoyub görmür. Məsələn, bunları vuruqlara ayırsaq, baxın, burada 2 kökü yoxdur. X plus 2 vurulsun, x kvadrat üstə gələk 8. Bura 2-ni qoyanda bunu sıfıra çevirmir. Ya da ki, burada. Yəni, ona görə bu suallar səhv hesab olunur və hamısının da açıqlaması vardır. Burada da baxın, yenidən x plus 1 vurulsun, x kvadrat üstə gələk 12. Yenidən səhv çıxır sual. Yəni, belə bir əslində fiqur mövcud olmur yenidən. Yəni, olur, amma ödəmir şərti. Yəni, bu suallar səhv suallardır. 74-də yenidən yüngül səhvdir. Yəni, bayaq da dedim ki, belə olmalıydı. Şairəni bölmə şairəsi kimi qoyublar. Amma bunlarda ciddi problemlər var və üçü də ətraflı sualdır. Hansı ki, 20 plus bal eləyir. Yəni, böyük haqsızlıq olmuşdu bu iki riyaziyyat suallarında.